həkim elə bir peşədir ki, cəmiyyətin olmazsa olmazıdır. Yəni, bir həkimsiz cəmiyyəti təsəvvür etmək qeyri-mümkündür. Amma həkimlərlə bağlı da çox fərqli təsəvvürlər var cəmiyyətimizdə. Məsələn, deyirlər ki, Sovet vaxtı həkimlər çox əlçatmaz idilər. Həkimlə pasiyent arasında ciddi bir məsafə var idi. Amma indi həkimlər daha əlçatandılar. Biraz belə qütbləşmə olur. Yəni, əlçatmayan bir həkim, hansı ki, o həkimə hər sözü demək olmur. Bir də həddən artıq insanlara yaxın olan həkim. Əslində həkim harda dayanmalıdır və hər iki münasibətə fikrinizi öyrənmək istərdim. Əslində həkim necə olmalıdır? Əslində çox maraqlı interpretasiyadır, çox maraqlı bir sualdır və çox maraqlı da bu, belə deyək də, necə baxışdır. Həkim biraz digər, həkimlik sənətin özü digər sənətlərdən biraz fərqlidir. Daha, belə deyək də, biraz bu Allaha yaxın. Çünki hər zaman deyirlər ki, bir xəstəliyi Allah verir, dərdini də yenə o verir, ancaq kimin vasitəsilə? Həkim vasitəsilə. Yəni, bu burada biraz daha yuxarıda duran bir şeydir, bir mövqe olmalıdır. Mənim şəxsi fikrim o dediyiniz əvvəlki əl çatmayan yox. Yəni, daha öz yerində olan bir həkimlər var idi, həkimlik var idi. Mən düşünürəm ki, bilirsiniz necədir, biz indi bu tərəfdən də bir insan olaraq həkim də insandır. Yəni, həkim birinci növbədə insanlığını saxlayıb insan olaraq yanaşmalı. Yəni, deyən, gülən, danışan, zarafatlaşan o doğrudur. Yəni, bir insanla, mən sizə bir şey deyim, bizim xəstələrimizi görürük. Məsələn, xəstə ilə nə qədər açıq olursan, yəni rahat olursan, xəstəni, məsələn, o, belə deyək də, xəstə sizə güvənməyə başlayır, inanır, sizin ən azından ona doğrudan da içdən yanaşdığınızı görür. Yəni, bu olmazsa olmazdır, bu həkimliyin bu tərəfidir. Ancaq digər bir tərəfi də var ki, bu yenə deyirəm, bu həkimlik, burada başqa bir şeyin deyəcəm, indi mövcud cəmiyyətdə yəqin ki, belə olur. Biraz bu həkimlər, o deyir, bu dağa yaxınlaşdıqca, o deyir, dağ Məhəmmədə yaxınlaşmır, necə Məhəmməd dağa. Dağa yaxınlaşdıqca o xalqa aşağıya endikcə, o yuxarılardan o biraz sadələşir. Daha doğrusu həkim onu sadələşdirmir, həkimi sadələşdirirlər. Bəsitləşirlər. Daha bəsitləşirlər, daha belə cılızlaşırlar. Artıq bilirsiniz necədir? Özəlliklə də bu o yersiz reklamlar, filanlar, nə bilim nələr, əslində mən belə bir şey deyim. O həkimliyi ümumiyyətlə çox sadələşdirir, adiləşdirir. Həkimlik adi deyil. Doktor, bəs Sovet həkimləri haqqında nə düşünürsünüz? Bununla bağlı da fərqli fikirlər var. Bəzi izləyicilərimiz yazır ki, Sovet həkimlərinə çatan olmaz. Bəziləri də deyirlər ki, yox, Sovet təbabəti, belə deyək də, yetərincə cavab verə bilmirdi. Sizin Sovet həkimləri ilə bağlı düşüncəniz, Sovet tibbi ilə bağlı düşüncəniz nədən ibarət? O tibbin, bilirsiniz, yaxşı tərəfi və pis tərəfi vardır. O tibbin ən yaxşı tərəfi profilaktik tibbidir. Yəni, bir xəstəlikləri müalicə etməyək, öncədən onu aşkar edək və yaxud da aşkar etməyək, onun qarşısını alaq. Yəni, bu gözəl prinsipdir. Yəni, bir adam xəstələnməmişdən onun xəstələnməyinin qarşısını alırsan. Yəni, bu prinsip ən gözəl. Biz, məsəl üçün, indiki şeydə görürük ki, o profilaktikaya yer verə bilmirik. Çünki orada sistem başqadır, sistem dəyişikliyidir. Ancaq mən deyim ki, Sovet, yəni o vaxt ki, Sovet həkimlik sistemi indiki həkimlik sistemindən çox-çox yuxarıdır. Yox, onu deyə bilmərəm. Çünki yenə də, bilirsiniz, inkişaf başqa cürdür. İnkişaf çox sürətlə gedir. İndi əlimizdə olan o imkanlar, o xəstəlikləri müayinə etmə imkanları, onları müalicə etmə imkanları, onlar fantastik dərəcədə fərqlidir. Yəni, biz bunu inkar edə bilmərik ki, və yaxud da deyə bilmərik ki, Sovet həkimlik sistemi indikindən yaxşı idi. Yox. Belə də deyildi. Yəni, oranın da pis tərəfləri var idi, çatışmayan tərəfləri var. Çatışmayan da nə idi? Ən çox da orada bir ideoloji bir şeylər var. Biz onu görmüşük, ona görə gözümün qabağında ideoloji bir şeydir. Məsələn, Avropada, Qərbdə, yəni o Qərb dünya, bizə düşman dünyası deyilən bir dünyada yaxşı nə çıxırdısa onu pisləyirdik. Məsələn, deyək ki, bir maqnit rezonans tomoqraması çıxdı. Dedilər, yox, belədir, pisdir, filan. Orada bir şey var idi, ciddi bir ideoloji bir mübarizə var idi. Deyirlər, məsələn, Sovet vaxtı müəllimlər əməliyyata hər tələbəni buraxmırdılar. Əməliyyat etmək üçün mütləq gedib xaricdə ilk əməliyyatlarımızı edirdik, gəlirdik. Amma indiki yeni nəsil cərrahlar öyrətməyə daha maraqlıdırlar. Həqiqətənmi belə idi, doktor? Valla, mən onu çox da deyə bilmərəm. Məsələn, mənim bizə dərs deyən müəllimlərin, Allah sağ olanlara, indi də sağ olanlar var. Hər zaman görəndə də bizim tədris cərrahiyyə klinikasında orada görəndə də hər zaman baş əyirəm. Çünki mən, məsələn, görmürüm, mən olduğumuz yerdə, məsələn, cərrahi xəstəliklər kafedrasında ən çox
birinci cərrahi xəstəliklər. Orada dərs keçmişik, özəl cərrahiyyəni orada öyrənmişik. Orada müəllimlərimiz, kafedra müdirləri Həsən müəllim idi, Sultanovdu, sonra Bəhram müəllim Aşırov idi, sonra ondan qabaq da var. Yəni bu yadımda qalan və yaxud indi məsələn Rəfiyev Səxavət vardı, bizim müəllimim olubdu, Kamil müəllim vardı. Onlar bizə həmişə şey aparırdılar, əməliyyat aparırdılar. Hətta bəzən olurdu ki, məsələn ağac gücünü aparırdılar. Məsələn ginekologiyada mən yadıma gəlir, rəhmətli Zemfira xanım Topçubaşova bizə dərs deyirdi. Bir kişi kimi bir qadındır. Əgər bir bala məsələn bir doğum şöbəsinə getməsən, ağzından belə deyək də bir kişinin dediyi sözləri, yəni sözlər deyə bilərdi. Yəni yaxşı mənada ki, yəni sən həkim olacaqsan, cərrah olacaqsan, ora gedib o şeyi görməmək belə nə bir şey. Yəni onları görmüşük. Yəni onları deyə bilmərəm. İndi də ola bilərmi, üzr istəyirəm, ixtisasdan ixtisasa dəyişir? Bəlkə misal üçün göz cərrahiyyəsində cərrahlar öyrədirdilər. Ola bilərmi başqa ixtisaslarda öyrətməyə maraqlı deyirlər? Elə cərrahlar var deyirlər ki, mən çox çalışdım, Azərbaycanda əməliyyat edim, amma mənə heç cür əməliyyata yaxın buraxmırdılar, əməliyyatı öyrətmirdilər. Məcbur qalıb gedib Türkiyədə ilk əməliyyatımı eləyəndən sonra Azərbaycana qayıdıb əməliyyatlar etməyə başladım. Yəni bu digər ixtisaslarda olması mümkündürmü? Mümkündür. Yəni biz demirik mümkündür. Yəni onları biz də görürük. Yəni mən bu mütləq mən bir kafedradan danışdım, bir gördüyüm yerdən danışdım. Ancaq mənə o başqa bir yerlər də vardı. Eşidirdik ki, yəni əməliyyatlar aparmırlar, xəstə göstərmirlər. Yəni belə bir şeylər var, indi də var. İndi də heç düşünməyin ki, indi sistem biraz da başqa dəyişibdir. Məsələn, bir sıxıntımız var. Məsələn, biz tələbələrimizə, rezidentlərimizə məsəl üçün çalışırıq ki, maksimum hər şey. Çünki bir proqram var əlimizdə. O proqramla onu çatdırmaq məcburiyyətindəyik. Ancaq cərrahiyyə baxımından biraz çətinliyimiz var. Bu sığortalı xəstələr məsələsi var, ödənişli xəstələr məsələsi var. Hər məsələn xəstəyə şey verə bilmirik. O qədər imkan verə bilmirik. Ancaq mümkün olduğu qədər öyrədirik. Doktor, bu suala da istəyərdim ki, bir mütəxəssis olaraq cavab verəsiniz. Məsələn, tutaq ki, göz əməliyyatlarını da götürə bilərik də. Göz əməliyyatını göz cərrahları icra edirlər, amma hər cərrahda qiymət fərqli olur. Daha bahadırsa, deməli daha yaxşıdır, təsəvvürü də artıq formalaşıbdır. Həqiqətənmi belədir? Yox, tam yanlış bir şeydir. Orada var bahalıq ucu. Məsələn, baha nədən? Məsələn, əməliyyatı baha edə bilərsən, lap baha edə bilərsən. Bu başqa bir mövzu. Yəni, bu belə deyək də, burada hansısa bir kriteriya yoxdur ki, onunla ölçək. Sözsüz ki, ağlasılmaz qiymətlər kimsə deyərsə, bu yanlış bir şeydir. Kimsə öz işinin dəyərini, məsələn, 5 manata yox, 20 manata dəyərləndirirsə, bu da yəni özünün öz işidir. Yəni, burada bir sistemli bir şey yoxdur. Ancaq o problem nədədir? Məsələn, bir adam, misal üçün birinə jest elədim, pulsuz elədim, yəni o demək deyil ki, pis oldu. Və yaxud da orada pis əməliyyat elədim və yaxud da pis yöntəmlərdən istifadə elədim. O yanlış bir şeydir. O biraz, məsələn, bir də bilirsiniz necədir? Baxın, özünə güvənən həkimlər, söhbət özünə güvənlə gedir. Yəni, özünə güvənən və tanınan, bilinən, hansı həkim ki bilinir, illərlə çalışırsan, əziyyət çəkirsən, əməliyyat edirsən, yəni orada faktiki sıfıra yaxın problemlə, həm xəstəlik barəsində, həm xəstə barəsində, həm sosial mənada və davamlı da uğurların gəlir və oradan səsin gəlir, buradan səsin gəlir, reklamsız, falansız. Reklamsız, falansız nə varsa, hamısı doğrudur. O adam istəyər özünə 100 manat qiymət kəssin, istəyər 20 manat kəssin. Mən dinləyicilərə demək istəyirəm ki, bəzən deyirlər ki, bax bizdə deyək, gözdə, filan ucuz linzadır, ona görə pis olacaq, bahalı linzadır. İndi ucuz, baha, burada biraz bəzi şeylərdə manipulyasiya bir şeylər də var. Bəzən görürsən ki, məsələn, deyirlər ki, məsələn, Hafiz doktor əməliyyatını ucuz elədi, katarakt əməliyyatını. Orada deyirlər ki, orada yəqin ucuz, xeyr, elə deyil. Yəni, o dediyiniz o baha ya ucuz əməliyyat eləmək, bu şərt deyil. Kimin eləməyi şərtdir? Kimin? Adətən tanınan cərrahların əməliyyat qiyməti daha baha olur, doktor, nəinki tanınmayan cərrahların? Əslində baxarsan, bilirsiniz necədir? Mən sizə bir şey deyim. Acı bir futbolda, baxın, bir futbol deyim, sən də hamı bilir. Məsələn, dünyada ən yaxşı deyək ki, 3 oyunçu var.
4 oyunçu var, 5 oyunçu var. Hər bir klub onu almaq istəyir, öz klubunda görür. Çünki o bilir ki, ona daha çox xeyir verəcək, daha belə deyək də zövq verəcək. İnsanlar ona oyununa görə çox reklamdan çox pul qazanacaqlar. Onlara da çox pul verirlər. Yəni bu həyatda belədir. Daha yaxşı, daha bahalı olmalıdır. Bu belə. Yəni əgər bir həkim də o dediyim kimi çox professionaldır, aydın məsələdir. İllərlə, yəni bir həkimin yetişməyinə illərlə vaxt gedir. Həyatını qoyur. Gəncliyini məsələn doğru dürüst də yaşamır. Məsələn 30, 35, 40 yaşına qədər bəzən görürsən ki, insan elə yazı, pozu, əməliyyat otağı, xəstəxanalar, xəstələr, kitabxanalar, yazılar falan. İnsanın o dövrü həyatın ən belə kef çəkməli, belə deyək də zövq almalı dövrünü başqa şeydən zövq alır. Ona görə də onun əziyyətinin də bir müqabili olmalıdır. O müqabil də nə iləndir? Belə çəkdiyi əziyyət, əgər bir səviyyəsi çox yuxarısa, təbii ki, yuxarı qiymət almağında da heç bir sakınca yoxdur. Yəni biz kapitalist dünyasında yaşayırıq da. Təşəkkür edirəm doktor bu səmimi söhbətə görə, çox sağ olun. Əziz tamaşaçılar, hər zaman olduğu kimi geyimə görə isə Vomma Butikə təşəkkür edirəm. Bir-birindən gözəl yenilənən geyimlərlə Vomma Butik sizin ixtiyarınızdadır. Təşəkkürlər Vomma Butik. Sizinlə isə sağollaşırıq. Bugünlük bu qədər.